hər vaxtınız xeyir. Mən Premium Akademiyinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəsbə Ramazanova. Bugün sizlərlə Cüvənin 9-cu siniflər üçün keçirdiyi sınağın izahına baxacağıq. Birinci sualımız: hansı cümlənin isminə başlayıb başlamadığını müəyyən etmək olmur? Bahar gələndə təbiət canlanmağa başlayır. Burada bahar sözü istər adam adı, istər fəsil kimi başa düşsək də burada isimlə başlayır. Ümid dolu insanlar idik, sonralar dəyişdik. Yenə də isimlə başlayır ümid sözü. Məqsəd polis akademiyasına daxil olmaqdır. Burada da məqsəd yenə də isimdir. Nərgiz salam belə vermədən yanından keçdi. Burada da Nərgiz adam adı kimi, isim kimi başa düşüləcək. Sahib olacağı məkanın fotolarını göndərdi. Biz bunu iki cür yanaşa bilərik. Bir var sahib, adam adı kimi. Bir də var sahib olmaq. Yəni biz bunu mürəkkəb feil kimi götürə bilərik. Ona görə də burada dəqiq müəyyən etmək olmur. Sahib isimdir, yoxsa sahib olmaq feilidir. Variantımız olacaq Y variantı. Daha sonra nümunə ilə bağlı yanlış fikirləri müəyyən edin. O inkişafını lirik qəhrəmanı xarakterində bu obrazı düşündürən fikirlərin böyüklüyündə meydana çıxarırdı. Birinci fikir, işarə əvəzliklərindən biri ismi, digəri sifəti əvəz etmişdir. Burada o şəxs əvəzliyidir, işarə əvəzliyidir. Ona görə birinci fikrimiz yanlışdır. İsimləşən sifət hal və mənsubiyyət şəkilçisi qəbul etmişdir. İsimləşən sifətin qəhrəmanın xarakterində, burada qəhrəman sözüdür. Burada görürəm ki, qəhrəmanın sözündə həm hal, həm də mənsubiyyət şəkilçisi işlənmişdir. Deməli, ikinci doğru fikirdir. Məndən yanlış fikirləri istəyir. İlk isim təsirli, sonuncu isim isə yerli halda işlənmişdir. Burada ilk isim hansıdır? İnkişafını işlənibdir lirik qəhrəmanın. Onun inkişafını, bəli, inkişafına işlənmişdir təsirli halda. Sonuncu isim isə işlənmişdir yerlik halda. Yerli halda işlənmişdir böyüklüyündə. Dadə yerli hal şəkilçisidir. Üçdə doğru fikirdir. Burada biri götürəcəkdim. İşarə əvəzliklərindən biri ismi, digər sifət əvəz edir. Çünki o şəxs əvəzliyidir. Mənsubiyyət şəkilçisi qəbul etmiş 4 isim işlənmişdir. Baxıram isimlərimə. Mənsubiyyət şəkilçisi qəbul etmiş qəhrəmanın xarakterində 1, bu obrazı düşündürən fikirlərin böyüklüyündə, fikirlərin böyüklüyü 2, inkişafını 3. Burada dördüncü isim yoxdur. Ona görə də yanlış olacaq. 1, 4 variantımız olacaq. D variantı. 29. Deməli, cədvəldəki uyğun fikirləri müəyyən edin. Bu yay bir çox yerlərdə oldu cümləsinin müəyyən miqdar sayı işlənmişdir. Bu yanlışdır, çünki burada bir çox qeyri-müəyyən miqdar sayıdır. Biri çıxdıq. El malına qəsd eləmək, anaya əl qaldırmaq kimidir. Cümləsində isimlər yənlik və yönlük haldadır. El malı, elin malı, anaya yönlük halda əl qaldırmaq kimidir. Burada bəli, isimlər yəlik və yönlük haldadır ki, doğru fikirdir. Bəs mən öz dərdimi kimə deyim cümləsində əvəzliklər mənaca müxtəlif növə aiddir. Burada bəs mən şəxs əvəzliyidir, öz təyin əvəzliyidir, kimə də sual əvəzliyidir. Müxtəlif məna növlərinə aiddir fikri doğru fikirdir, amma yanlışda verilib, ona görə 3-ü də götürmürəm. Başını əlləri ilə bərk sıxır, sanki oradan yeni fikirlər çıxarmağa çalışırdı. Burada da cümləsində 2 sifət var. Bərk sözünü sifət kimi götürməyəcəm, çünki burada sıxır var. Sıxır feil olduğuna görə bərk sözü zərfdir. Yeni fikir, bəli, bunu da yeni sözü sifət olacaq. Mənə deyir 2 sifət, amma 1 sifət var. Doğru variantım, yanlışda yanlış, doğruda doğru, 2, 4, A variantı. 30. Yanlış fikri müəyyən edin. Şahidlik sözündə bir cingiltili samit iştirak edir. Baxırıq, şahidlik sözünün tələffüzü şahiddik formasında olur və burada bir cingiltili samit iştirak edir. Bəli, D samitidir. Bu doğrudur.
Kosmos sözünün yazılışı və tələffüzü fərqlənmir. Bu da doğru fikirdir. Gülünc sözündə kar samit iştirak etmir. Gülünc sözünün transkripsiyası gülünc formasında olacaq. B'da, C'da, C söz sonunda tək gələndə Ç'ya keçir və Ç kar samitdir. Bizdə isə deyir ki, kar samit iştirak etmir. Ona görə C variantı yanlış variantdır. Keçdik. 32-ci sual. Hansı cümlədə 31-ci sual. Yalnız sifət və feil kimi amonimliyi olan söz, yalnız isim və feil kimi amonimliyi olan söz. Baxırıq ki, dolu sözü, bir var dolu qab, bir də var ki, yağab dolu. Bunun bir mənası sifətdir, o biri mənası isə isimdir. Bizdən sifət və feil istəyir və yaxud da isim və feil anı çıxdıq. Düz sözü, bir var düzmək, bir var cıdır düzü, bir də var ki, düz yer, say yer. Burada da yalnız isim və feil kimi olmadı. B variantı da getdim. Böyür iki mənada işlənər. Bir var yan böyür mənasında, bir də var böyürmək mənasında. Ona görə də 2-yə götürərəm C variantını. Ağrı. Ağrı var ağrımaq, bir də var ağrı nə? Ağrı isim kimi. Həm isim, həm feil olar. D variantını da buraya yazaram. Cır. Bir var cır meyvə, bir də var cırmaq. Cır meyvə olanda sifət olur. Cırmaq olanda isə feil olur. Ona görə də Y variantını da 1-ə qoyarıq. 1-ə Y, 2-yə C, D variantımız olacaq. B variantı. 32-ci sual. Hansı cümlədə qayıdış növdə olan həm təsriflənən, həm də təsriflənməyən feil işlənibdir? Burada aydın, görünən, göyümtül tüstülər burularaq yuxarı yayıldı. Görünən feilinə baxırıq. Görünən sözü biz tüstüləri göstərmirik. Tüstülər özü-özünə görünür və görünən sözü feili sifətdir, təsriflənməyəndir, qayıdış növdədir. Burularaq yuxarı yayıldı. Burada da yenə də tüstü öz-özünə yayılır və burada da ıl şəkilçisi var. Yayıldı sözü də təsriflənən feilimiz olduğuna görə bizdən istəyir həm qayıdış növdə olan təsriflənən, həm də təsriflənməyən. Təsriflənməyənimiz olacaq görünən, təsriflənənimiz də olacaq yayıldı. Elə 32-də doğru variantımız A variantı. 33. Yanlış fikri müəyyən edin. Çifir sözünün həm özünün, həm də antoniminin sinonimi var. Çifir sözünün özünün sinonimi olar çirkin, eybəcər, həm də antoniminin. Antoniminin, çifirin antonimi olar gözəl. Gözəlin də sinonimi olar göyçək. Deməli, bu fikrimiz doğrudur. Bizdən yanlış fikir istəyir. Dil sözünün amonim məna tayları eyni nitq hissəsinə aiddir. Bir var dil, bədən üzvümüz kimi bu isimdir. Bir də var Azərbaycan dili, yenə də isim olacaq. Ona görə də B variantımız da doğrudur. Ev sözü məcazi mənada işlənə bilir, antonimi yoxdur. Məcazi mənada biz deyə bilərik dünya evi. Dünya evi məcazi mənadadır və antonimi yoxdur. Bu da doğrudur. Quru sözünün antonimi amonimlik xüsusiyyətinə malikdir. Qurunun antonimi olacaq yaş. Yaşın da amonimliyi var. Bir var insanın yaşı, bir də var yaş yer. Bu da doğrudur. Nəfis sözünün amonimliyi yoxdur. Sinonimi acgöz sözüdür. Yanlış variantımız Y variantıdır. Niyə görə? Çünki nəfis sözü isimdir. Acgöz sözü isə sifətdir. Biz bilirik ki, sinonimlər eyni nitq hissəsinə aid olmalıdır. Amma bunlar müxtəlif nitq hissəsidir. Ona görə də onlar sinonim olaraq götürülməyəcək. 34-cü sual. Cədvəldəki uyğunsuzluğu müəyyən edin. Çoxaltma dərəcəsində olan sifət işlənmiş cümlə. Çarğı tikib qurtardı, şirincə gərnəşib bəhdən əsnədi. Bu cümlədə götürməyəcəyik. Hər nə qədər şirincə sözü çoxaltma dərəcəsində olduğu görsənsə də, burada gərnəşib feilinə aiddir. Ona görə də biz bunu zərf götürəcəyik.
Xırdaca ləpələr qayığı beşik kimi yırğalayırdı. Bəli, xırda-xırdaca çoxaltma dərəcəsindədir. Azaltma dərəcəsində olan sifət işlənmiş cümlə. Günəşin sarımtıl işığı buludlar arasından süzülürdü. Bəli, burada sarımtıl azaltma dərəcəsindədir. Paltarın çirkin və ütüsüz olmağa açıq-aşkar hiss olunurdu. Burada açıq-aşkar hiss olunurdu, açıq-aşkar zərfdir. Azaltma dərəcəsində işlənmiş sifət deyil. Bizdən nə deyir? Bizdə deyir uyğunsuzluq. Uyğunsuzluq deyirsə, biz burada götürəcəyik nəyi? Biri, zərfi, biri götürəcəyik və 4-ü götürəcəyik. Çünki açıq-aşkar da sifət deyil. Variantımız olacaq 1-4, Y variantı. 35-ci sual. Verilmiş nümunədəki yazılışı və tələffüzü fərqlənən bütün ifadələrə aid olan fikirləri müəyyən edin. Uzun yolun yorğunluğunu sözü, oradan yazaq, buradan yazaq. Deməli, transkripsiyada olacaqdır. Yorğunluğunu. Bu formada. Unutmaq. Söhbətləşmək. Ya da maraqlı olacaqdır. Maraqlı. Əhvalat dinləmək olacaqdır. Dinləmək. Aha. Aid olan fikirləri müəyyən edin. Ahəng qanunu gözlənibdir. Baxıram, yorğunluğunu sözündə gözlənibdir. Unutmaq sözündə gözlənibdir. Söhbətləşmək sözündə gözlənibdir. Maraqlı sözündə gözlənibdir. Dinləmək sözündə gözlənibdir. Biri götürdüm. Qarşılığı olmayan samit işlənibdir. Yorğunluğuda N hərfi, unutmaqda N, söhbətdə H var, maraqlıda M, R, L, dinləməkdə də N və M. Bəli, doğrudur. Yazışı və tələffüzü arasında bir fərqli məqam var. Yorğunluğunu sözündə bir fərqli məqam var. Unutmaq sözündə də bir fərqli məqam var. Amma söhbətləşmək sözündə 2 fərqli məqam var. Ona görə bu yanlışdır. Samit öz qarşılığı kimi tələffüz olunubdur. Məsələn, yorğunluğu da L, N-yə keçibdir, amma L-nın qarşılığı N deyil. Bu da səhv fikirdir. Doğru variantımız olacaq 1-2, D variantı. Və 36-cı sual. Hansı cümlədə təsriflənməyən feil işlənməyibdir? Təsriflənməyən. İmperatorun həmişəki şəkli önündə qubernator daha da cılızlaşırdı. Bu təsriflənəndir. Buradakı feilimiz də cılızlaşırdı feilidir. Elə vağzalda vaqondan düşən kimi təsriflənməyən feildir. İlqar ailə üzvlərinə nə üçün burada işlədiyini başa sala bilmirdi. İşlədiyini sözü təsriflənməyən feildir. Onlarla tələbənin oxumasına, oxumaq. Bu da məstərdir, təsriflənməyən feildir. Sosial yardımların təşkili ictimai həyatın inkişafına təkan verir. Burada təkan vermək, təkan verirdi. Bu da təsriflənən feildir. Ona görə də doğru variantımız olacaq 1-5, B variantı. Əsərçi mətninə baxırıq. Deməli, mətnə görə doğru fikirləri müəyyən edin. Qaranquş özünü digər quşlardan ağıllı hesab edir. Qaranquş haqqında bu fikri deməyimiz doğru olmaz. Çünki mətndə belə bir fakt yoxdur. Heç kimə hərəkətinə görə irad tutmayıbdır. Bunu da deyə bilmərik. Belə bir faktlara rastlaşmırıq. Xoşbəxt ailəsini əməyinə borcludur. Bəli. Çünki o əziyyət çəkir, əziyyətlə özünə ev-eşik qurur və nəticədə xoşbəxt ailəsi olur. Sərçə heç vaxt yumurtadan bala çıxara bilməyib. Bu yanlış fikirdir. Çünki mətnimizdə də deyir ki, sərçə bala çıxardırdı. Sadəcə olaraq balalarını evini yaxşı şəraitdə qurmadığına görə pişik yeyirdi. İş həvəsi çox qısa müddətə davam edir. Bu doğrudur. Çünki əvvəlcə maraqlanır evin tikintisi ilə, amma daha sonra gedir görür, vəziyyətin şahidi olur və marağı ölür.
Deməli, 5-i götürərik. Danışdıqları qaranquşu riqqətə gətirir. Riqqət nədir? Riqqət rəğbət oyadır. Qaranquşa deyir ki, mən sənin evini çox, ailəm var, evim var, çox yaxşı şəraitim var, hər şeyim var, amma mənim heç nəyim yoxdur. Qaranquş da bundan sonra ona yardım göstərməyə çalışır, onun sevgisini qazanmağa çalışır. Və burada danışdıqları qaranquşu riqqətə gətirir deyə bilərik. Doğru variantımız olar 3, 5, 6 D variantı. Qarşısında rəqəm yazılmış hansı cümlədə məcazi mənalı söz işlənib? Baxaq, bu yuva su borusu ilə taxtapuşun arasındakı yarıq idi. Bunu götürə bilmərik. Ana sərçə qaranquşlar ailəsinə baxanda ürəyinin başı göynəyirdi. Burada ürəyinin başı göynəmək məcazi mənalı ifadədir, bəli. Yuvanı tikməyə gərək baş işlədəsən. Aha, baş işlətmək ifadəsi məcazi mənalı ifadədir. 4-də qaranquş isə dimdiyində az-az gil gətirmək üçün dəfələrlə uçub gölə getdi. Burada hər hansı məcazi mənalı ifadə yoxdur. Ana sərçə bu sözlərin cavabında üzünü turşudaraq cikkildədi. Bəli, üzünü turşudaraq cikkildətmək məcazi mənalı ifadə olacaq. Doğru variantımız 2, 3, 5 C variantı. 39. Mətnə görə cədvəldəki uyğun fikirləri müəyyən edin. Faktdır, təbiətdəki bütün canlıların məsuliyyət hissi eyni dərəcədə inkişaf etməkdir. Bəli, sərçəyə aid bu fikri doğru götürə bilərik. Qaranquşda isə tamam fərqli idi, o daha məsuliyyətli idi. Qaranquşun yeni balaları çıxanda əvvəlki balaları onun yaxınlığında yuva qurur. Belə bir fikir mətnimizdə yoxdur. Qaranquş yuva quranda müxtəlif materiallardan istifadə edir. Bu ehtimal deyil, bu faktdır. Çünki orada gildən istifadə edir, samandan istifadə edir. Növbəti ildə yenə də sərçənin balası olmayacaq. Biz bunu ehtimal eləyə bilərik. Çünki o yenə də öz höcətliyində davam eləsə, bu niyyətində davam eləsə, ola bilər ki, yenə də onun balası olmasın. Ona görə 1, 4 Y variantı doğru variantımız olacaq. 40. Mətnə əsasən qaranquşun gölün kənarında gedib material toplaması daha çox təbiətdəki hansı anlayışa nümunədir? Digər canlılardan daha üstün olmağı xeyr. Təbiətin dəyişkən şəraitinə uyğunlaşmaq doğru deyil. Digər canlılarla əməkdaşlıq və komanda işi aid olmayacaq. Zəhmət və özünə inam. Bu da göl məhz gedib gölün kənarına toplaması özünə inama işarə vermir. Təbii ehtiyatlardan məqsəd yönlü istifadə götürə bilərik. Orada yaş palçığın olmasından faydalanacaqdır. 41-ci suala baxırıq. Mətnə əsasən qaranquşun yuvasının möhkəmliyi hansı 3 əsas amilin vəhdətindən asılıdır? Ana quşun dimdiyinin gücü, gil və samanın qat-qat yapışdırılması. Dimdiyinin gücü deyil. Burada deyir ki, əvvəlcə gili yapışdırmaq, sonra samanı ona yapışdırmaq lazımdır. Sonra yenə gil, yenə saman, çox yaxşı davamlı bir yuva alınır. Yəni, gil və samanı ardıcıl yapışdırılması doğrudur. Həmçinin burada biz görürük ki, zəhmət lazımdır. Çünki qaranquş daimi olaraq gedib dimdiyində onu gətirirdi, əziyyət çəkirdi. Və təbii ki də yuvanın yeri önəmli idi ki, ora pişiklər gəlib çata bilməsin. Ona görə də doğru variantımız olacaq C variantı. Mətndəki hadisələrin ardıcılığını müəyyən edin. Zəhmətlə əldə olan uğurun dəyərini izah edən həyat tərzi, öz əhəmiyyətini artıran, zəhmətin dəyərini azaldan ifadə tərzi, qayğı, sevgi və məsuliyyətin nəticəsi olan gözəl ailə tablosu, özünün məsuliyyətsizliyini talehin üstünə atan pasiv varlıq. Aha, burada uyğunluq. Birinci başlayarıq 3-lə, daha sonra 4, sərçənin dedikləri, daha sonra gələr 2, qaranquşun hərəkətləri və sonra da qaranquşun sondakı nitqi, yəni zəhmətlə əldə olan uğurun dəyərini izah edən həyat dərsi. 3, 4, 2, 1 doğru variantımız olacaq D variantı. 43-cü sual. Mətndə sərçənin balalarını ərsəyə gətirə bilməməsinin əsas səbəbi kimi nə göstərilibdir? Təbiətin zəifləri sınağa çəkməsi və məhvə məhkum etməsi xeyr. Belə baxanda qaranquş da zəif varlıq idi. Sərçənin öz məsuliyyətsizliyini xarici amillərlə əsaslandırılması bəli. Bu daha uyğun fikirdir. Digərlərinə də baxaq. Uşaqların heyvanlara qarşı münasibətində mərhəmət, ümumiyyətcə mətnimizdə uşaqlar iştirak etmirdilər. Təbii seçmə nəticəsində güclülərin yaşaması, zəiflərin sıradan çıxması
Bu da uyğun deyil. Hər iki quş zəif idi. Mühitin təhlükəli olması və zəif canlıların talehinə biganə yanaşılması belə bir fakta rast gəlmirik. Doğru variantımız olar B variantı. 44-cü sual. Mətnə əsasən qaranquşun sərçəyə münasibəti hansı davranış modelinə daha çox uyğun gəlir? Müəllim səbirli və praktik şəkildə bilik ötürən öyrətməyə təşviq edən. Əslində bəli, qaranquşun davranışı müəllimin davranışına uyğun gəlir. Çünki qaranquş sərçəni yavaş-yavaş, təmkinlə bir başa salmağa çalışır. Hətta əyani şəkildə sübut da göstərir, onu gölün qırağına gətirir. Deməli, A variantı uyğundur. Rəqib uğurunu nümayiş etdirərək digər üstündə üstünlük qurmağa çalışan, xeyr. Valideyn davranışa nəzarət edən və nəticə tələb edən, xeyr. Tamaşaçı müşahidəçi qismində qalıb prosesə bilavasitə müdaxilə etməyə uyğun deyil. Lider öz davranışını sərt şəkildə müdafiə edən və tabiçilik gözləyən, bu da uyğun olmayacaq. Mətnə əsasən qaranquşa aid iki xarakteri xüsusiyyət yazın. Qaranquşa aid iki xarakteri xüsusiyyət biz yaza bilərik. Zəhmətkeş, dəfələrlə gölə uçub gəlirdi, əziyyət çəkirdi. Həmçinin yardımsevər də deyə bilərik. Çünki qaranquş çalışırdı ki, sərçəyə öz köməyini göstərsin. 46-cı sual. Mətnə görə sərçədə hansı hiss müşahidə olunur? Qorxaqlıq, hiyləgərlik, qibdə. Sərçədə müşahidə olunan qibdə hissədir. Fikrimizi belə əsaslandıra bilərik ki, sərçə qaranquşun gözəl ailə tablosuna baxaraq o tablo qarşısında həsəd aparırdı və bu da qibdə hissinə nümunədir. Canlı orqanizmlərin təbii işıq mənbəyidir. 47-ci suala baxırıq. Mətnə əsasən uyğun fikirləri müəyyən edin. Biolüminesisiyanın baş vermə səbəbi alimlərə aydın deyil. Biz baxırıq ki, mətnimizdə danışır ki, alimlər bu prosesin baş vermə səbəbini aşkar ediblər. Burada isə yazır, aydın deyil. Bu yanlışdır və yanlışda yanlış. Deməli, birinci fikri götürəcəm. Lüsifriyaz fermenti kimyəvi reaksiyanı sürətləndirir. Bu fikrimiz doğrudur. Burada da deyir ki, mətnimizdə reaksiyanı sürətləndirən fermentdir. Burada. Bu fikrimiz doğrudur. Doğrudan doğru. İkini də götürürük. Bütün canlılar biolüminesisiya qabiliyyətinə malik deyil. Bu doğru fikirdir, amma yanlış yazıbdır. Və bu prosesin təsirinə ancaq təbiətdə rast gəlinir? Xeyr. Hal-hazırda müasir dövrümüzdə, elmdə də buna rast gəlirlər. Deməli, burada olacaq 1, 2, C variantı. 48-ci sual. Biolüminesisiyanın soyuq işıq adlandırılmasının əsas səbəbi nədir? Burada prosesin soyuq işıq adlandırılmasının səbəbi çox az istilik ayrılmasıdır. Və burada o yalnız soyuq mühitdə baş verir, onu yalnız böcəklər yayır, enerji yalnız istilik şəklində ayrılır. İşıq yayımı zamanı istilik az olur. Doğru variantımız olar D variantı. Balığın işıq saçan orqanı hansı funksiyanı yerinə yetirə bilər? Mətnimizdə deyir ki, bəzi balıqların işıq saçan orqanları əslində onların bədənində yaşayan bakteriyalardan ibarətdir. Bu qarşılıqlı faydalı birlik nəticəsində canlı həm müdafiə, həm ov, həm də kommunikasiya imkanları qazanır, əldə edir. Burada deyir ki, hansı funksiyanı yerinə yetirə bilər? Götürəcəyik. Ovlanacaq düşməndən müdafiə olunmaq, işıq enerjisi yayıb ötürmək, müdafiə, ov, kommunikasiya. Deməli, müdafiə 2 və ovlanacaq canlını cəlb etmək, bəli, işıq enerjisi yaradıb ötürmək, bədən temperaturunu artırmaq, bunlar deyil. Doğru variantımız olar. E variantı. Biolüminesisiyanın təbii mexanizmi hansı ardıcıllıqla baş verir? Həmin bu prosesin baş vermə ardıcılığı buradadır.
Deməli, lusiferin adlı bir maddənin oksigenlə reaksiyaya girərək enerjini işığa çevirir. Bu reaksiyanı sürətləndirən ferment isə lusifrezadır. Nəticədə çox az istilik ayrılır. Bu səbəbdən bu istiliyə soyuq işıq deyilir. İndi gəlsək qursaq. Birinci deyirik ki, lusiferin maddəsi oksigenlə qarşılaşır. 3. Daha sonra enerji istilik və işıq şəklində ayrılır. 1. Lusifreza fermenti reaksiyanı sürətləndirir. 4. Daha sonra canlı işıq saçmağa başlayır. 2. 3, 1, 4, 2. Doğru variantımız olar. D variantı. Uyğun əlaqəni müəyyən edin. Lusiferin oksigenlə reaksiyaya girir. Nəticədə istilik hasil olur və canlı qızır. Xeyr, canlı qızması orada əsas məqsəd deyildi. Bioluminesensiya günəş enerjisi ilə baş verir. Qaranlıqda işıq saçmaq mümkün olmur. Belə bir fakt yoxdur. Lusifreza fermenti reaksiyanı sürətləndirir. Nəticədə işıq daha tez və effektiv yaranır. Bəli, bu doğru fikirdir. C variantı. Bakteriyalar günəşin təsiri ilə çoxalır, balıqlar işıq saçmağa başlayır. Yanlış fikirdir. Canlılar yüksək temperaturlu suda yaşayır, bədənlərində parlaqlıq yaranır. Bu da səbəb-nəticə əlaqəmizə görə uyğun deyil. Cədvəldəki düzgün fikirləri müəyyənləşdirin. İşıq saçan canlılara həm suda, həm də quruda rast gəlinir. Bəli, mətnimizdə belə bir fikir var. Tədqiqatçılar bu işıqdan enerji sərf etməyən lampalar düzəldirlər. Xeyr, gələcəkdə düzəltməyi planlaşdırırlar. Bu plan hissəsinə yazılsaydı ikinci fikir daha uyğun olardı. Gələcəkdə bu işıqlandırma texnologiyalarında istifadə edilə bilər. Bəli, bunu plan olaraq planlaşdırırlar ki, gələcəkdə işıqlandırma texnologiyalarında istifadə edə bilərlər. Lusiferin sistemindən gen mühəndisliyində istifadə olunacaq. Hal-hazırki dövrdə olunur. Bu faktdır. Bizdən də doğru fikirləri istədiyinə görə 1, 3 doğru variantımız olacaq. B variantı. 53. Çilçıraq qurdu və işılda böcək bu fenomenin klassik təmsilçilərindəndir. Biz bunu qoya bilərik birinci abzasın sonuna. Nə üçün? Burada deyir ki, ən çox dəniz mühitində rast gəlinir. Meduzalar, kalamarlar, bəzi balıq növləri və bakteriyalar bu qabiliyyətə malikdir. Quruda isə ən tanınmış nümunələrindən biri işıq saçan böcəklərdir. Və çilçıraq qurdu və işılda böcək bu fenomenin klassik təmsilçiləridir. D variantı. Mətnə əsasən simbiotik əlaqə nə deməkdir? Gəlirik burada simbiotik əlaqəni axtarırıq. Burada deyir ki, maraqlıdır ki, bu işıqlanma bəzən simbiotik əlaqələr sayəsində baş verir. Məsələn, bəzi balıqların işıq saçan orqanları əslində onların bədənində yaşayan bakteriyalardan ibarətdir. Bu qarşılıqlı faydalı birlik nəticəsində canlı həm müdafiə, həm ov, həm də kommunikasiya imkanları əldə edir. Deməli, simbiotik əlaqə nə deməkdir? Burada iki orqanizmin qarşılıqlı faydalı birlikdə yaşaması uyğun fikirdir. 55-ci sual. Mətndə nöqtələrin yerinə məzmuna uyğun ifadə yazın. Bu qarşılıqlı faydalı birlik nəticəsində canlı həm müdafiə, həm ov, həm də kommunikasiya imkanları deyə bilərik ki, əldə edir. İfadə istədiyinə görə əldə edir. Daha uyğun variantımız olar. 56-cı sual. Mətndən onun məzmununa uyğun olmayan cümləni müəyyən edib yazın. Bizim bu cümləmiz olacaqdı. Elə nöqtələrdən sonra başlayan cümlə. Balıqlarda hərəkətli çənələr tək və cüt üzgəclər əmələ gəlmişdir. Bu mətnimizin məzmununa uyğun cümlə deyil. Çünki biz burada danışacağıq canlı orqanizmlərin işıq mənbəyindən, amma çənələr tək və cüt üzgəclərin əmələ gəlməsi bu prosesə uyğun məsələ olmayacaq. Mətnimizə uyğun cümlə olmayacaq.